Sən nə qarmısan? Yəni topluma bir faydan nə olub sənin? Yəni şərhlərdə durub göstəriş verməklə, söyməklə, təhqir eləməklə nəyi dəyişdirmisən? Nə edə bilmirsən? Heç olmasa bizim kimi insanlar bu söyüşsüz, təhqirsiz gənclərimizi, cavanlarımızı, millətimizi ayıtmağa çalışırıq ki, savadlı olun, düşüncəniz olun, baxış bucağınız genişlənsin. Ümumiyyətlə, sən kimsən deməkdən ötürü birinə, özün gərək bir kimsə olasın, özün gərək nəysə bacarasan, nəysə faydan olsun topluma. Yəni, heç özünə də xeyri olmayan bir adamsan, başqalarını da söyürsən, təhqir eləyirsən. Yəni, özün nəsə olmalısan da, mən pisəm, axmaq adamam, bəs sən özün neynəmirsən? Görürsən ki, bunlar hamısı sürü psixologiyasından irəli gəlir. Sürü düşüncəsidir. Çünki bu sürü düşüncəsində bizə tətbiq eləyiblər. O beynimizə pompalayıblar ki, bu cür fikirləşməlisən. Biri danışırsa, axmaq adamdır, harasa işləyir, hardansa pul alır, demagogdur. Bunu da çox vaxt hərdən görürsən ki, valideynlərimiz, qohumlarımız bu şəraiti yaradırlar. Yəni, bu barədə mən xoşbəxt adamam ki, heç bir qohumdan mənim çətinliyim yoxdur. Elə çoxsu da danışmıram çoxsu ilə. Çünki birinci onlara ziyan olmasın. İkinci də niyə görə mən toksin götürməlidir ki, beynim? Yəni, insan toksini yerdən, havadan, sudan götürmür. İnsan toksini birinci beyindən götürür. Boş-boş qınaqlarla mən beynimi niyə doldurmalıyam ki? Niyə görə həyatımı mən belə insanların, insan deməyim, yəni yaranmışdı da. Allah indi yaradıb, nə deyəsən? Belə yaranmışların nəyə görə mən beynimi onların toksinləri ilə doldurmalıyam? Araşdırıram, oxuyuram, özüm maariflənirəm, bacardığımı da insanlara çatdırıram ki, adamlar da ağıllı olsunlar. Niyə görə? Çünki bir dövlət olmaq istəyirsənsə, bir millət kimi, bir cəmiyyət, toplum kimi yetişmək istəyirsənsə, sən kitab tanımalısan, oxumalısan, araşdırmalısan. İnanmaqdan qabaq araşdırmaq lazımdır. Toplumun böyük problemi, böyük xəstəliyi, virusu odur ki, araşdırmadan, öyrənmədən inanır. Bax, bu cəhalətə sürüklüyür. Həzrət Əli Nətər deyir, yəni 100 alimlə bacar.